Həqiqətən Allah Taala əxfa fəlasətə fi səlas. Allah Taala üç şeydə gizlin qərar verib. Üç şeydə gizlin qərar verib. Əxfa vəliyuhu beynən-nas. Allah Taala öz dostunun cəmaatının içərisində gizlin qərar verib. Yəni bir xüsusi əlaməti, bir nişanəsi yoxdur. Bəlkə heç adam özü də bilmir vəliyullahdır. Allahın dostudur. Adamın özünün xəbəri yoxdur. Vaxtımız uzun çəkər, yoxsa mən onun əhvalatını danışardım sizə. Adamın özünün xəbəri yoxdur ki, Allahın vəlisidir, Allahın dostudur. Biz baxarıq, məsələn, kiməsə belə gözü aşağı baxarıq, düzdür, bəlkə o ailə Allahın dostudur. Yəni, Allah Taala öz dostlarının, cəmaatının içərisində gizlin saxlamasının mənası budur ki, hamıya hörmətlə yanaşaq, heç kəsə hörmətsizlik etməyək. Bəlkə bizim kiməsə hörmətsizlik etməyimiz səbəb olar ki, Allahın vəlisi olsun. Məsələn, bilirik ki, İmam Zaman əleyhissalam cəmaatın içərisindədir. Hələ sizin fikrinizə getməsin ki, İmam Zaman əbanandır, qəbanandır, əmmameynəndir. Siz birdən biz İmam Zamanı bu cürünə gözləyərik. İmam Zaman əleyhissalam hələ bizim siravi giyindiyimiz libasla cəmaatın içərisində olar. Birdən bilmər İmam Zaman əleyhissalama hörmətsizlik edərik. Diqqətli olaq. Əxfa Allah Taala gizlədib. Vəliyuhu beynən-nas, dostlarının cəmaatının içərisində gizlədib. Hələ dostları barəsində də hədislər var. Dostları barəsində hədislər var ki, Allah Taala buyurur ki, hər kəs mənim dostumla düşmənçilik eləsə, mənimlə düşmənçilik eləyib. Hər kəs mənim dostuma hörmətsizlik etsə, mənə hörmətsizlik edib. Allah Taala hələ vəliyullah barəsində, Allah dostları barəsində nə qədər sözlər deyir övliyalar barəsində. İnşallah bir gün hələ mövzumuzu ona həsr eləyərik. Buyurur ki, əxfa leylətil qədr beynəl ləyali. Qədir gecəsinin gizlin qərar verib gecələr içərisində. Əlamətlər deyiblər hansı gecədir. Hələ oxuyacağıq, Qədir surəsini oxuyub tərcümə eləyəcəyik. İnşallah Qədir gecəsində də bir hissədə o zaman danışarıq Qədir gecəsi barəsində. Gecələr içərisində Qədir gecəsində gizlin qərar verib. Məqsəd nədir gizlin qərar verib? Məqsəd odur ki, həmin o gecələri insanlar fürsət bilsinlər. Əllamə Təbətəbai barəsində danışırlar ki, bizim böyük təfsir alimlərimizdəndir. Əllamə Təbətəbai Ramazan ayının hər gecəsində müəyyən qədər ibadət üçün vaxt ayırarmış. Vaxt ayırarmış. Peyğəmbərimiz barəsində danışırlar. Peyğəmbər Ramazan ayının son 10 günlüyündə yorğan döşəyi yığışdırarmış. Yəni, gecə yatmazmış. İndi biz işimiz elə düz gəlmir, ondan sonra qrafikimiz o vaxtki grafiklə düz gəlmir, planlar o planlarla düz gəlmir. Heç olmasa hər gecələrdə müəyyən qədər bir vaxt ayırın, onsuz da imsaka dururuq, bir yarım saat tez duraq, duanla keçirək. İbadətlə keçirdik gecələrimizi. Və üçüncü xüsusiyyəti də deyim, üçüncü xüsusiyyət hədisdə bu cürdür ki, əxfa rizahu əmaləl xeyr. Allah Taala öz razılığını gizlin qərar verib xeyr əməllərdə. Məhz bu əməl, xeyr əməl Allahın razılığına səbəb olar, bilmirik. Ona görə buyurur ki, heç bir xeyr əməldən əl götürməyin. Elə mümkündür, biz baxarıq, kiçik baxarıq o xeyr əmələ, bəlkə Allah Taalanın razılığı elə həmin xeyr əməldədir. Bəli, Qədir gecəsi barəsində, Qədir gecəsinin fəziləti, əhəmiyyəti barəsində danışırdıq ki, Qədir gecəsi barəsində bizim Quran-ı Kərimdə bir surəmiz var. Quran-ı Kərimin 97-ci surəsi Quran-ı Kərimin Qədir surəsidir. 97-ci surədir. 5 dənə ayəsi var. Heç bir gecəyə aid surə yoxdur. Heç